Mən əzəldən bəridir hür yaşadım, hür yaşaram. Hansı çılğın mənə zəncir vuracaqmış, şaşaram. Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram. Yırtaram dağları, ənginlərə sığmam, daşaram. Arkadaş, yurduma alçaqları uğratma sakın. Sipər et gövdəni, dursun bu həyasızca axın. Doğacaqdır sənə vəd etdiyi günləri haqqın. Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın. Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində elə anlar var ki, onlar həm böyük bir kədərin, həm də sarsılmaz bir qürurun rəmzidir. 1990-cı ilin 20 yanvar gecəsi xalqımızın yaddaşına qanlı yanvar kimi həkk olunsa da, bu tarix həm də müstəqil Azərbaycanın təməlinin qoyulduğu müqəddəs bir gündür. Həmin gecə Bakının küçələrində tökülən qanlar əslində bir millətin əsarət zəncirlərini qırmaq iradəsinin təsdiqi idi. Sovet ordusunun ağır texnika və müasir silahlarla silahsız mülki əhaliyə qarşı həyata keçirdiyi bu vəhşilik əslində bir xalqı qorxutmaq və onun azadlıq səsini boğmaq məqsədi daşıyırdı. Lakin tankların qarşısına əli yalın çıxan insanlar sübut etdilər ki, vətən sevgisi və müstəqillik arzusu hər cür hərbi gücdən üstündür. Şəhidlərimiz, alimlər, tələbələr, fəhlələr, qocalar və hətta uşaqlar öz canları bahasına Azərbaycanın gələcəyindən xilas etdilər. 20 yanvar şəhidləri bizim qürur mənbəyimizdir. Onlar təkcə həyatlarını itirmədilər, həm də xalqın milli mənlik şuurunu oyatdılar. Şəhidlər xiyabanında yan-yana uyuyan İlham və Pərizənin məzarı fədakarlığımızın, Larisa Məmmədovanın itkisi günahsızlığımızın, neçə igid oğullarımızın şəhadəti isə məğlub edilməzliyimizin simvoluna çevrildi. Həmin gün Azərbaycan xalqı öz qəhrəman övladlarını son mənzilə yola salarkən ağlamadı, əksinə daha da sıx birləşdi. Hər bir millətin tarixində elə şəxsiyyətlər olur ki, onlar öz ömür yollarını vətənin azadlığı ilə birləşdirərək əbədiyyət qazanırlar. 1990-cı ilin qanlı yanvar gecəsi Azərbaycan xalqının millərlə qəhrəman övladı tankların qarşısına əli yalın çıxaraq öz adlarını tarixə qızıl hərflərlə yazdırdılar. Bu qəhrəmanlardan biri də Nüsrət Yaqubovdur. Nüsrət İsmayıloğlu Yaqubov 9 yanvar 1958-ci ildə Bakı şəhərinin Zirə kəndində anadan olmuşdu. İlk təhsilini 1965-73-cü illərdə elə həmin kənddə yerləşən 8 illik 120 nömrəli məktəbdə almışdı. 1973-74-cü illərdə 101 nömrəli Azərbaycan SSR Bakı Kənd Texniki Peşə Məktəbində təhsilini davam etdirmiş, traktor, avtomat və kənd təsərrüfatı maşınlarının təmiri üzrə 2-ci dərəcəli çilingər ixtisasına yiyələnmişdi. Ardınca ixtisasına uyğun olaraq Artyom Neftgaz çıxarma idarəsini işə düzəlmişdi. Həmin idarədə işlədiyi zaman 1979-cu ildə Ümumİttifaq Lenin Kommunist Gənclər İttifaqına üzv olmuşdu. 1980-ci ildə Zirə kəndində yerləşən 62 nömrəli Axşam məktəbində ümum təhsilini başa vurmuşdu. Ürəyi vətən sevgisi ilə döyünən hər bir Azərbaycan oğlu kimi Nüsrət Yaqubov da Bakıda cərəyan edən hadisələrə biganə qala bilməmiş, vətənini, xalqını qorumaq hissinin təsiri ilə SSR rəhbərliyinin Bakıdakı meydan hərəkatını yatırmaq üçün göndərdiyi silahlı qüvvələrin qarşısına əli yalın çıxmış, qoşunun irəliləməsinin qarşısını almaq üçün Qala kəndində yaradılan canlı barikadaların halqasından biri olmuşdu. Mikhail Qorbaçovdan öldür əmri alan Qırmızı Ordunun əskər və zabitləri qarşısına çıxan heç kimə rəhm etmir, canlı maneələri keçmək üçün silahsız insanları öldürməkdən belə çəkinmirdilər. Nüsrət Yaqubov da bu cür vəhşiliyin qurbanına çevrilmişdi. Aldığı yaraların təsiri ilə çoxlu qan itirərək yanvarın 22-sində dünyasını dəyişmiş, qəlblərdə əbədiyyətə qovuşmuşdu. Ulu Öndər Heydər Əliyevin 31 mart 1998-ci il tarixli 695 saylı fərmanına uyğun olaraq
1990-cı ilin yanvarın 20-sində keçmiş SSR Silahlı Qüvvələrinin Bakıya və Respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Nüsrət İsmayıloğlu Yaqubova 20 yanvar şəhidi fəxri adı verilmişdi. Hal-hazırda ilk təhsilini aldığı 120 nömrəli məktəb şəhidin adını daşıyır. Nüsrət Yaqubov Dilşad xanımla ailə həyatı qurmuş, bu nikahdan 2 qız, 2 oğlan övladı vətənə əmanət qalmışdı. Hal-hazırda nəvələrindən biri şəhidin adını daşıyır. Yağdın damla damla, sən yana yana. Canlı buludlardan al qərənfilim. Düzüldün xalı təksən xiyabana, hər biri bir damla xal qərənfilim. Bir amal yolunda gedənlərimə, əbədi yaşayan ölənlərimə, bircə sən pay oldun şəhidlərimə, nə ağ, nə də sarı, al qərənfilim. Çatışmır imkanın çöldə bitəsən, özün bir nazənin, nazlı çiçəksən, indi ayaq altda səpələnmisən, ellərin göz yaşı, al qərənfilim. Bizləri harayla qələbələrə, pay oldun burada əyilməzlərə, bəzədiyin yerə, müqəddəs yerə, oynanıb bir nəzər sal qərənfilim. Gedək biz də gülalaq, ancaq al qərənfillər. Orada yatan şəhidlər yalnız onu sevirlər. Şəhidlik vətən, millət və müqəddəs ideallar uğrunda canından keçməkdir. Bu məqam insanlığın ucala biləcəyi ən yüksək zirvə hesab olunur. Şəhidlər öz ölümü ilə millətin varlığını sığortalayan, torpağa vətən statusu qazandıran seçilmiş insanlardır. Azərbaycan xalqının yaddaşında şəhidlik həm bir hüzn, həm də sarsılmaz bir qəhrəmanlıq dastanıdır. 20 yanvar faciəsi Sovet imperiyasının xalqımızın azadlıq iradəsini sındırmaq cəhdi olsa da, əksinə, müstəqillik prosesini geri dönməz etdi. Şəhidlərin qanı bahasına qazanılan azadlıq bugün Azərbaycanın qüdrətli dövlət olmasının əsasıdır. 2026-cı ildən geri baxarkən görürük ki, 20 yanvar bizim həm yasımız, həm də azadlıq zirvəmizdir. 20 yanvar şəhidlərinin başlatdığı azadlıq hərəkatının nəticəsində Azərbaycan Respublikası müstəqilliyini bərpa etsə də, bizim istiqlaliyyətimizlə barışmaq istəməyən Rusiya dövləti ermənilərin əli ilə ürəyimizə Qarabağ kimi köz bastı. 30 ildən artıq vaxt keçsə də bu köz heç vaxt sönmür, daha da alovlanırdı. Həm 20 yanvar, həm də 1-ci Qarabağ müharibəsi şəhidlərinin qəhrəmanlıq dastanlarını eşidərək böyüyən gənclər, Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında aparılan 2-ci Qarabağ müharibəsi və antiterror əməliyyatları zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etdi, suverenliyini bütün ölkə ərazisində bərqərar qıldılar. Prezident İlham Əliyevin Şuşanın mənfur düşməndən azad edilməsi haqqında müjdəni məhz şəhidlər xiyabanında verməsi də təsadüfi deyildi. Bu zəfər 20 yanvar 1-ci Qarabağ şəhidlərinin qisası, onların əsasını qoyduğu haqq mübarizəsinin məntiqi sonu Azərbaycan xalqının öz müqəddəratını təyin etmə hüququnun dönməzliyinin bariz nümunəsi idi. İndi bizim borcumuz bu azadlığı qorumaq və şəhidlərimizin əziz xatirəsini gələcək nəsillərə ötürməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kim bu cənnət vətənin uğruna olmaz ki fəda? Şühəda fışqıracaq torpağı sıxsan, şühəda, canı, cananı, bütün varımı alsın da xuda, etməsin tək vətənimdən məni dünyada cüda. Dalğalan səndə şəfəqlər kimi ey şanlı hilal, olsun artıq tökünən qanlarımın hamısı halal. Əbədiyyən sənə yoxdur, xalqıma yoxdur izmihlal. Haqqıdır hür yaşamış bayrağımın hürriyyət, haqqıdır haqqa tapan millətimin istiqlal.